deyirlər ki, Peyğəmbər harada deyib ki, məsələn, biz İmam Hüseyni əza saxlamaq bu cürədir. Məsələn, Həzrəti Rəsulullah xanım Zəhra salamullah aleyhə ayət buyurur ki, Ya Fatimə innəli ibnikəl Hüseyn məsaibu təzri fəmən bəka aleyhi bədə mövtihi bəli səllət aleyhil mələikətüs səmavat. Ya Fatimə, sənin oğlun Hüseyin üçün müsibətlər var. Allah salam. Müsibətlər var. Təcri, cari olacaq. Özü görsən, acı təcri kəlməsi ilə deyir. Axacaq, müsibətlər gələcək sel kimi. Kim deyir, onu ağlasa, İmam Hüseyin əleyhissalamı ağlasa, fəmən bəka əleyhi, ağlasa. Əgər bu, məsələn, ağlamağın bir faydası yox idisə, niyə Həzrəti Rəsulullah məhz deyirdi ağlasa? Demir, məsələn, də başqa bir iş görsə. Görürsünüz, bunun bir mənası da budur, indi Seyid də gəldi, əlavələrini eləyər inşallah. Bəzi yerlərdə ondan başqa da dərman yoxdur. Ondan başqa da dərman yoxdur, ondan başqa da əlac yoxdur. Bütün məsələlərin hamısını eləyir, axırda da oturub ağlayır. Deyirsən başa düşməyir. Ənbiyadan olub da o qədər deyib, çağırırlar. Sonra qulaq asmıyorlar, oturub ağlayıb. Allahın peyğəmbərlərindən. O da məsələn hələ bu kimisə öldürməmişlər, kimisə qanına qəltan eləməmişlər, kimisə at susuz qoymamışlar. Sadəcə dəvətin eşitmirdilər. Ənbiya oturub ona ağlayır ki, bu insanlar gör nə vəziyyətə düşüblər, haqqı neynəmirlər, qəbul eləmirlər. İndi mövzu nədir? Mövzu burada budur ki, insanlar gəlib o peyğəmbərlər dəvət eləyirdi, qəbul eləmirdilər, ağlayırdı. Bu insanlar gəlib peyğəmbərlərin dəvətindən də yuxarı keçmiş və gəlib canından keçmiş peyğəmbərlərin dəvətini yolunda, peyğəmbərlərin gətirdiklərini diriltməyin yolunda canından keçmiş adamdan gedir burada söhbət. Həmin adamdan söhbət edir ki, nəri dedik ki, nəhənə əhl-i beytun nübüvvə. İmam Hüseyin əleyhissalam dedi ki, biz nübüvvətin əhl-i beytiyik.